Herkese salam, mən Murad. Bugün sizlərlə birlikdə Web Development video setimizə davam edirik və bugünkü dərsimiz çox maraqlıdır. Çünki biz bugün CSS-də animation mövzusunu keçirik. Animation çox gözəl bir şeydir, animation. Siz bu animationu bacardıqdan sonra, etdikdən sonra saytınız daha gözəl, daha hərəkətli olacaq. Və hətta bununla siz çox xırda animasiyalar belə, yəni özünüz yaza bilərsiniz. Deməli, animationu başa düşmək üçün keçid almalıyıq dərsimizə. İlk öncə HTML təqlərimi yazıram. İlk HTML təqlərimi yazdım və burada bir div elementi yaradacam. Bu div elementinə animation div klassını verirəm. Və style təqlərimin arasına buna bir neçə xüsusiyyətlər verəcəm, gözümüzə görünən olması üçün. Width-inə 400 piksel verək, height-inə 400 piksel verək, background-una da ki green verək və kodumuzu çalışdırırıq. Gördüyünüz kimi belə böyük bir div alındı. Çox böyük oldu. Gəlin bunu balacalaşdıraq, eləyək 100. Gördüyünüz kimi daha gözəldir. Deməli, mən bugün animationları sizə keçərkən köməkçi bir vasitə kimi WSchool-da olan CSS animation məqaləsindən istifadə edəcəm. Deməli, ilk öncə deyim ki, animationlardan siz yazarkən animationları keyframelərdən istifadə edəcəksiniz. Keyframe nədir? Bunu izah edək. Əvvəllər animatorlar ta qədim zamanlarda nə edirdilər? Deməli, bir saniyə normalda 24 kadrdan ibarətdir. Yəni ki, bir videonun bir saniyəsi 24 dənə şəkildir. 3 nöqtə qoyun burada, yəni 24 dənə şəkildir. Bu 24 şəkil dalbadal birləşərək, yəni tez-tez hərəkət edərək videonun bir saniyəsini əmələ gətirir. Qədim dövrdə animatorlar nə edirdilər? Hələ kompüter çıxmamışdan qabaq. Bu 24 dənə şəkli bir saniyə üçün 24 dənə olan şəkli çəkirdilər və yəni təsəvvür edin, bir 10 dəqiqəlik, 100 saniyəlik animasiya üçün təsəvvür edin 240 şəkil çəkmək tələb olunurdu. Və onlar bu üsuldan bunu çəkirdilər. Lakin kompüter çıxdıqdan sonra kompüterdə yəni keyframe deyə bir anlayış var. Keyframe necə işləyir? Siz birinci kadrda verirsiniz ki, tutaq ki, bu divin vəziyyətini mən birinci kadrda verirəm, belədir. Bir də tutaq ki, 100-cü kadrda verirəm ki, divin vəziyyəti belə olacaq. Mənim artıq burada ara kadrları çəkməmə ehtiyacım yoxdur. Yəni div nə olacaq? Bir belə olacaq, sonra belə olacaq, sonra belə olacaq. Belə, 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 belə. Bu yavaş-yavaş gələcək bura. Normal ənənəvi keçmiş animasiyada bunları gələk animatorlar bir şəkildən çəkərdilər. Amma indi nə edirik? Biz başlanğıc görüntünü veririk. Birinci kadrdakı vəziyyəti veririk, bir də sonuncu kadrdakı vəziyyəti veririk. Bu aradakı bir də ki zamanını veririk bunun. Zaman dilimini veririk. Ortadakı dəyişiklikləri isə HTML və CSS özü nizamlayır. Yəni aranızda bəlkə qrafika ilə, 3D Max ilə falan, Maya ilə məşğul olanlar bilər. Orada da keyframe anlayışı var, timeline var orada, zaman dilimi. Orada tutaq ki, verirsiniz ki, birinci saniyədə görünüş belədir, 4-cü saniyədə bura gəlsin, avtomatik həmin o ara saniyələrdə ara keçidləri özü eləyir. İndi bundan da istifadə edək. Keyframe, ümumiyyətlə animation burada necə yazılır? Animation yazmaq üçün siz ət-işarəsi yazırsınız və keyframes yazırsınız. Keyframes yazdıqdan sonra boşluq verirsiniz, animasiyanızın adını yazırsınız. Yazıram ki, hərəkət. Hərəkət yazdıqdan sonra da animasiyamızın adını yazdıqdan sonra bracketləri açırıq və artıq mən
burada animasiyanın bütün şərtlərini yazacağam. Burada olduğu kimi. Necə eləyəcəm? Animasiyada zaman dilimləri var. Misal üçün. Yenə çəkərək bunu izah edəcəm. Tutaq ki, animasiya 8 saniyəlik bir animasiyadır. Mən buna deyə bilmərəm ki, sən bunun ikinci saniyəsində, yəni CSS-ə görə deyirəm mən bunu, ikinci saniyəsində belə hərəkət burada ol, nə bilim, dördüncü saniyəsində də ki, burada ol. Mən bunu deyə bilmərəm. Bunu demək üçün neyəcəm? Faizlərdən, proporsiyalardan istifadə edəcəm. Necə? Buna deyəcəm ki, məsəl üçün 0%-də, yəni ki, animasiyanın başlanğıcının, yəni başlanğıc 0% başlanğıc deməkdir. Görünüşü misal üçün belə olsun. Sonra deyirəm ki, 25%-də, yəni ki, animasiyanın 1/4 tamam olandan sonra bunun görünüşü tutaq ki, belə olsun. Sonra deyirəm ki, 50%, yəni animasiyanın yarısı keçdikdən sonra görünüşü belə olsun. Sonra 75% keçdikdən sonra görünüşü belə olsun. 100% də tamam olduqda görünüşü belə olsun. Yazaq 100%. Artıq bunun faizlə verməyim mənim daha yaxşıdır. Deyin niyə? Misal üçün, indi mən bunu 8 saniyədə verdim. 0-da, yəni başlanğıcda görünüş belə oldu. 25 saniyəsi, 25%-i 8-in 2-dir. 2 saniyəsində görünüş 3 bucaq formalı olacaq. 4-cü saniyədə belə olacaq. Sonra 6 saniyədə belə olacaq. Artıq 8 saniyədə belə olacaq. Mən bunu tutaq ki, silirəm 8-i, yerinə yazıram 12. Bir saniyələrin oynası deyildim ki. Bu zaman da artıq faizlər bizim işi qurtarmış olur. İndi gəlin sizlə belə bir şey yazaq. Bunları silirəm. Misal üçün, deyək ki, 25-ci saniyədə şey olsun. Bizim divin görünüşü dəyişilsin, olsun qırmızı. Neyəcəm bunun üçün? İlk öncə bunun üçün mən 0-cı saniyədəki, yəni 0%-də başlanğıcda, burada gördüyünüz kimi vəziyyəti verməliyəm ki, vəziyyət necə olmalıdır. Yazaram ki, 0 saniyə, 0%, yazaram ki, background green. Bunu yazdım. Sonra düşürəm aşağı, deyirəm ki, 25-ci saniyəsində 25% olduqda background daxkim red olsun. Görək bu işləyəcəkmi? Xeyr, işləmir. İşləməməlidir. Çox normaldır. Çünki biz burada animationu yazdıq, amma animationu bunun üzərinə tətbiq eləmədik. Yəni ki, bunun üzərinə buna bildirmədik ki, sən bu hərəkət animasiyasına sahibsən. Bunun üçün neyəcəm mən? Burada da yerini də göstərim elə həmsin sizə. Aha, burada. Divdə yazıram ki, animation name deyə bir şey var. Property var. Yazıram animation name hərəkət. Yəni ki, bu bir animasiya sahibi olacaq və həmin animasiyanın adı hərəkət olacaq. Təkcə burada adı deyil. Aha, davam eləyək. Deməli, animation name hərəkət verməyəm, buna bəs eləmir. Buna animasiyanın müddətini də verməliyəm. Bunun üçün də animation duration property-sindən istifadə edirəm. Buna verirəm 8s, yəni 8 saniyə. İndi bunu yoxlayaq. Gördüyünüz kimi rəngi dəyişdi. Animasiya işlədi. Bu animasiyanın davamını yazım. Tutaq ki, bunu artıraq eləyək 50%, ya da yox 25 qalsın. 25-də background red olsun. 50%-ində background olsun blue. 100%-ində də ki background olsun black. Mən artıq bu animasiyamı tamamladım. 120% deyə bir şey
olmayacaq. Bunu yazmayın. 100%'dir. Yoxlayıram. Gördüyünüz kimi animasiyam çox gözəl şəkildə işləyir. Mən bu 8 saniyəni azaldıram edirəm 4 saniyə. Daha tez keçidlər eləyərək bir dənə yeniləyim. Gördüyünüz kimi animasiya elədi. Bunu 2 saniyə eləyim. Gördüyünüz kimi belə görüntü oldu. İndi gördüyünüz kimi animasiya bir dəfə elədi, qutardı. Bəs mən bu animasiyanın şeyini istəyirəmsə, əgər təkrarlanmağını istəyirəmsə, bu zaman neyəcəm? Bu zaman da animation iteration count deyə bir property var. Bu nədir? Yazın bura animation iteration count. Buna tutaq ki, mən də istəyirəm sonsuz sayda təkrarlansın. Infinite qiymətini verirəm, yəni sonsuz. Bu artıq yoxlayaq, sonsuz sayda təkrarlanacaq. Mən səhifəni yeniləmirəm. Bu özü qutarır, təzədən başlayır. Buna məsəl üçün mən 2 versəm, bu 2 dəfə təkrarlayacaq və dayanacaq. 1 2 bitdi. Bunu infinite edirəm və sonsuz sayda təkrarlanır. Bəzən ola bilər ki, mənə lazım olar ki, animasiya bir dəfə tutaq ki, başlayanda səhifə açılan kimi başlamasın. Tutaq ki, 2 saniyə geciksin. Bunun da çıxış yolu var. Bu zaman da animation delay deyə bir property var. Bu neyir? Sizin animasiyanı gecikdirir. Yəni animasiya gecikməsi. Mən buna 3s verirəm, yəni 3 saniyə gecikəcək. Gördüyünüz kimi səhifəni yenilədim. 3 saniyə keçəndən sonra animasiya başladı. Bir də yeniləyirəm. 1 2 3. Gördüyünüz kimi animasiya 3 saniyə keçdi. Ondan sonra başladı. Baxıram burada başqa göstərmədiyim bir şey varmı? Aha, var bir də animation direction. Animation direction neyir? Sizin animasiyanın istiqamətini göstərir. Məsəl üçün, buna mən animation direction'ı reverse versəm, burada animasiya tərsinə gedəcək. Bütün istiqaməti tərs gedəcək. Baxaq. Görürsünüz mü? Qarı oldu, göy oldu. Yaxşı, bunu saniyəsini artırım biraz. Daha dəqiq görsənsin. Bu iteration delay'ə də ehtiyacım yoxdur heç. Mən buna neylədim? Animation direction reverse verdim. Yəni tərsinə çevirdim. Qara oldu, göy oldu, qırmızı oldu, yaşıl oldu, təzədən qara oldu. Reverse olanda nə oldu? Halbuki mən vermişim ki, birinci yaşıl olmalıydı, qırmızı olmalıydı, göy olmalıydı, qara olmalıydı. Amma reverse vermişəm deyənə bu tərsinə gedəcək. Birinci qaranı eləyəcək, sonra göy eləyəcək, sonra qırmızı eləyəcək, sonra da ən sonda da yaşlı eləyəcək. Yəni tərsinə getmiş olacaq. Animation direction'ı da öyrəndik. Başqa nə var baxıram. Başqa hələlik bu qədər. Və gələcəkdə biz bir-iki daha şey keçəcəyik ki, bu böyük ehtimal gələn dərsimizdə olacaq bu hadisə. Onun ilə də artıq biz bu il nədir? Biz ancaq animasiyalarımızı rəngli bir hala gətirdik. Yəni rəngi dəyişən bir şey elədik. Amma gələn dərsimizdə öyrənəcəyimiz şeylə biz bu divi hərəkət etdirə biləcəyik. Yəni və daha gözəl şəkildə bunu eləyəcəyik. Əminəm ki, ürəyinizdən bu sual keçir ki, bəs bu təkcə 2D idimi animasiya? Xeyr, bunun 3D-si də var hətta yəni. Bunu belə yaradıblar. Amma başlanğıc üçün 2D kifayətdir. Çünki 3D sizin başınızı həqiqətən də qarışdıra bilər bu zamanlarda. Deməli,
Bugünkü dərsimizdə biz CSS-də animationlara giriş elədik. Gələn dərsimizdə də animation olacaq və bir neçə property öyrənəcəyik. Həmin property ilə də artıq biz bunu hərəkətli bir hala gətirəcəyik. Bugünlük məndən bu qədər. Məsləhətim odur ki, bunun eynisini təkrarlayasınız və bu linki videonun altına ataram. Buradan da özünüz oxuya bilərsiniz. Burada böyük ehtimal şeyi başa düşməyə bilərsiniz. Position'ı başa düşməyə bilərsiniz. Position'ı da qorxuya ehtiyac yoxdur. Gələn dərsimizdə izah etməyə planlaşdırırım. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gələn videomuzda görüşənədək.